Salam uşaqlar, bu günləri bütün sinif riyaziyyat dərsliyinin iş dəftəri səhifə 27-ni həll edəcəyik. 3 rəqəmli ədədin 1 rəqəmli ədədə bölünməsi. 526 bölünsün 2. 5-i 2-yə bölürəm, 2 dəfə düşür. 2 2-nin 4. 5-dən 4-ü çıxıram, 1 qalır. 2-ni gətirib qoyuram 1-in yanına. 12-ni 2-yə bölürəm 6. 2 6-nın 12. 12-dən 12-ni çıxıram 0 qalır. 6-nı gətirib qoyuram bura. 6-nı 2-yə bölürəm 3 dəfə. 3 2-nin 6 0. 484 bölünsün 4. 4-ü 4-ə bölürəm 1 dəfə. 1 4-ün 4. 4-dən 4-ə çıxıram 0. 8-i qoyuram bura. 8-i 4-ə bölürəm 2 dəfə. 2 4-ün 8. 8-dən 8-i çıxıram 0. 4-ü yenə gətirib qoyuram bura. 4-ü 4-ə bölərkən 1 dəfə düşür. 1 4-ün 4. 5-i 5-ə bölürəm 1 dəfə. 1 5-in 5. 5-dən 5-ə çıxıram 0. 3-ü qoyuram bura. 3-ü 5-ə bölmək olmur. Ona görə 5-i gətirib yanına qoyuram. Biz burada 2 ədədi eyni zamanda gətirdiyimiz üçün aşağıya bura bir dənə 0 yazırıq. 35-i də 5-ə bölərkən 7-dir. 5 7-nin 35. 7-ni 6-ya bölərkən 1 dəfə düşür. 6 1-in 6. 7-dən 6-nı çıxıram 1 qalır. 2-ni yanına yazıram. 12-ni 6-ya bölürəm 2 dəfə düşür. 6-nı da 6-ya bölürəm 1 dəfə. 8-i 7-yə bölərkən 1 dəfə düşür. 1 7-nin 7. 8-dən 7-ni çıxıram 1. 5-i yanına yazıram. 15-i 7-yə bölsək 2 dəfə düşər. 2 7-nin 14. 15-dən 14-ü çıxıram 1 dəfə qalır. 4-ü yanına yazıram. 14-ü də 7-yə bölərkən 2 dəfə düşür. 2 7-nin 14. Sütun şəklində yazmaqla qisməti tap. Cavabı vurma ilə yoxla. Əvvəlcə sütun şəklində bölürəm. 5-i 28-ə bölürəm 3-ə. 5-i 3-ə bölərkən 1 dəfə. 1 3-ün 3. 5-dən 3-ü çıxıram 2. Bu biri 2-ni də gətirirəm yanına. 22-ni 3-ə böləndə 7 dəfə düşür. 7 3-ün 21. 2-dən 1 çıxıram 1 qalır. 8-i yanına yazıram. 18-i 3-ə bölərkən 6 dəfə düşür. 6 3-ün 18 0. Vurma ilə yoxla dediyi üçün 176-nı vururam 3-ə. 3 6-nın 18 8 yazıram 1 yadda. 3 7-nin 21 o da 1 22 2 yazıram 2 yadda. 3 1-in 3 üstünə də 2 gəlirəm 5. 244 bölünsün 2. 2-ni 2-yə bölürəm 1 dəfə. 1 2-nin 2. 2-dən 2-ni çıxıram 0 qalır. 4-ü yazıram burada. 4-ü 2-yə bölürəm 2 dəfə düşür. 2 2-nin 4. 4-dən 4-ü çıxıram 0 qalır. Bu biri 4-ü də yenə gətirirəm bura. 4-ü 2-yə bölürəm yenə 2 dəfə düşür. 4-dən də 4 çıxıram 0 qalır. Cavabı vurma ilə yoxlayıram yenə. 122-ni vururam 2-yə. 2 2-nin 4. 2 2-nin 4. 2 1-in 2. 468 bölünsün 3. 4-ü 3-ə bölürəm 1 dəfə. 1 3-ün 3. 4-dən 3 çıxıram 1 dəfə. 6-nı yanına yazıram. 16-nı 3-ə bölürəm 5 dəfə. 5 3-ün 15. 16-dan 15-i çıxıram. 8-i yanına yazıram. 18-i də 3-ə bölərkən 6 dəfə düşür. Yine yoxlayıram. 156-nı vururam 3-ə. 3 6-nın 18 8 yazıram 1 yadda. 3 5-in 15 o da 1 16 1 yadda. 3 1'in 3 o da 1 4. 508 bölünsün 4'ə.
5-i 4-ə bölsək bir dəfə düşür. 1 4-ün 4. 5-dən 4-ə çıxıram bir dəfə. 0 yanına yazıram. 10-u 4-ə bölürəm 2 dəfə düşür. 2 4-ün 8. 10-dan 8-i çıxıram 2. Bu 8-i yanına yazıram. 28-i 4-ə bölürəm 7 dəfə. 127-ni 4-ə vururam. 7 4-ün 28, 8 yazıram 2 yadda. 2 4-ün 8, o da 2 10. 0 yazıram 1 yadda. 4 1-in 4, o da 1 5. 805-i bölürəm 7-yə. 8-i 7-yə bölürəm bir dəfə. 1 7-ni 7. 8-dən 7-ni çıxıram bir dəfə. 0 yazıram yanına. 10-u 7-yə bölürəm. Yine bir dəfə. 1 7-ni 7. 10-dan 7-ni çıxıram 3. 5-i gətirirəm yanına. 35-i 7-yə bölürəm 5 dəfə. Qalıqlı bölməni yerinə yetirin. 327 bölünsün 2. 3-ü bölürəm 2-yə bir dəfə. 1 2-nin 2. 3-dən 2-ni çıxıram 1. 2-ni yanına yazıram. 12-ni 2-yə bölürəm 6 dəfə. 6 2-nin 12. 12-ni çıxıram 0 qalır. 7-ni yazıram burada. 7-ni 2-yə bölürəm 3 dəfə düşür. 3 2-nin 6. 7-dən 6-ni çıxıram 1. Demək qalıqımız 1-dir. 5 25 bölünsün 4. 5-i 4-ə bölürəm bir dəfə. 1 4-ün 4. 1 qalır. 2-ni yazıram yanına. 2-ni 4-ə bölürəm 3 dəfə. 3 4-ün 12. 0 qalır. 5-i yazıram. 5-i 4-ə bölürəm bir dəfə. 1 4-ün 4. Qalıq 1 qalır. 712 bölünsün 6. 7-ni 6-ya bölürəm bir dəfə. 1 6-nın 6. 7-dən 6-nı çıxıram bir dəfə. 1-i yanına yazıram. 11-i 6-ya bölürəm bir dəfə. 1 6-nın 6. 11-dən 6-nı çıxıram. Qalır 5. 2-ni yanına yazıram. 52-ni 6-ya böləndə də 6 8-in 48. 2-dən 8 çıxmaq olmur. 1 onluq qoyuram yanına 12. 12-dən də 8-i çıxıram 4 qalır. Qalığımız 4 qalır. 732 bölünsün 5. 7-ni 5-ə bölürəm bir dəfə. 1 5-in 5. 7-dən 5-ə çıxıram 2. 3-ü yazıram. 23-ü 5-ə bölürəm 4 dəfə. 4 5-in 20. 3 qalır. 2-ni yanına yazıram. 32-ni də 5-ə bölərkən 6 dəfə. 6 5-in 30. Qalıq 2. 535 bölünsün 3. 5-i 3-ə bölürəm bir dəfə. 1 3-ün 3. 5-dən 3-ü çıxıram 2 qalır. 23-ü 3-ə böləndə 3 7-nin 21. 3-dən 1 çıxıram 2 qalır. 5-i yazıram yanında. 25-i 3-ə böləndə yenə 3 8-in 24 yazırıq. Qalıq 1 qalır. Sütun şəklində yazmaqla qalıqlı bölməni yerinə yetir. 557 böl 7. 5-i 7-yə bölmək olmur. Ona görə 55-i birlikdə götürürük. 55-i 7-yə vururuq. Bölürük daha doğrusu. 7 7-nin 49 edir. 5-dən 9 çıxmaq olmur. 1 onluq qoyuruq. 15-dən 9-u çıxıram 6. Yanına yazıram 7. 67-ni 7-yə böləndə 9 dəfə düşür. 9 7-nin 63. 7-dən 3 çıxıram 4. Qalığımız 4 qalır. 236 bölünsün 6. 2 6-ya bölünmədiyi üçün 23-ü götürürük birlikdə. 23-ü 6-ya vururam. 3 6-nın 18. 3-dən 8 çıxmaq olmur. 13-dən 8 çıxıram. 5 qalır. 6-nı yanında yazıram. 56-nı 6-ya böləndə 9 dəfə düşür. 6 9-un 54. Qalığımız 2 qalır. 610 bölünsün 4. 6-nı 4-ə böləndə bir dəfə düşür. 1 4-ün 4. 6-dan 4-ə çıxıram 2. 1-i yanında yazıram. 21-i 4-ə bölürəm 5 dəfə düşür. 5 4-ün 20. 1 qalır.
sıfırı yanında yazıram. Onu 4-ə bölürəm 2 dəfə. 2 4-ün 8 qalır 2. 431 bölünsün 2-yə. 4-ü 2-yə bölürəm 2 dəfə. 2 2-nin 4. 4-dən 4-ü çıxıram 0 qalır. 3-ü yazıram. 3-ü 2-yə bölürəm 1 dəfə. 1 2-nin 2. 3-dən 2-ni çıxıram 1. Bu 1-i yazıram yanında. 11 də 2-yə böləndə 5 dəfə. 5 2-nin 10 qalır 1 qalır. 954 bölünsün 7. 9-u 7-yə bölürəm 1 dəfə. 1 7-nin 7. 9-dan 7-ni çıxıram 2. 5-i yazıram yanında. 25-i 7-yə bölürəm 3 dəfə. 3 7-nin 21. 5-dən 1-i çıxıram 4 qalır. 4-ü yazıram yanında. 6 dəfə. 6 7-nin 42. Qalığımız 2 qalır.